Mən Tural Hüseynov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil, vergi hüququ sahəsində ixtisaslaşmışam və son dövrlər daxil olan müraciətlər adətən riskli vergi ödəyiciləri və riskli əməliyyatlarla bağlı mübahisələrdir. Qeyd etmək istəyirəm ki, riskli vergi ödəyicisi və əmtəssiz əməliyyatlar anlayışları vergi məcəlləsinə 1 yanvar 2020-ci il tarixli dəyişikliklər əlavə edilmişdir. Buna baxmayaraq, riskli vergi ödəyicisi və əmtəssiz əməliyyatlar meyarları Nazirlər Kabinetinin 265 nömrəli 28 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Həmin qərar təsdiq edildikdən sonra riskli vergi ödəyiciləri barədə məlumatlar Dövlət Vergi Xidmətinin internet vergi portalında və saytında dərc edilmişdir. Qanunvericilikdə əmtəssiz əməliyyatların rəsmiləşdirildiyi sənədlər xərc sənədləri kimi nəzərə alınmır və əlavə dəyər vergisi məqsədləri üçün əvəzləşdirməyə əsas vermir. Xüsusilə vurğulamaq istəyirəm ki, bu məhdudiyyətlər yalnız riskli vergi ödəyicisi hesab olunmuş və barəsində müvafiq qərar qəbul edilmiş vergi ödəyiciləri ilə aparılmış əməliyyatlara münasibətdə tətbiq oluna bilər. Əgər vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilməzdən əvvəl dövrdə aparılmış əməliyyatlara bu məhdudiyyətlər tətbiq olunursa, bu hal vergi hüquq pozuntusudur. Əgər siz də belə çətinliklərlə üzləşmisinizsə, bu problemlərin həlli ilə bağlı bizə müraciət edə bilərsiniz.